الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. İlk önce yeni evlenenleri tebrik edilen, onlara aileleri tebrik edilen ve yeni evlenenlere Peygamberimiz sallallahu aleyhi ve sellem'in ettiği dua edilen Barakallahu leh ve baraka aleyh ve cema'a beynekuma fi hayr. Allah Teala bu izdivacı hayırlı eylesin, bereketli eylesin ve her bir hayri bu izdivacıda cem eylesin. Ve bu meclisimizde Yüce Allah'ın Taha suresinin 123-125. ayelerini kısa izahını vermek isterdim. Fayda olsun ilk növbədə özüm üçün, həmçinin iştirak edenler üçün. Allah Teala Taha suresinde buyurur: قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Allah Teala buyurdu ki bu ayede söhbət Adem, Həvva və İblisdən gedir. Allah Teala o vaxt ki Adem və Həvva Allah'ın qadağan etdiyi ağacdan yedilər, şeytan onları azdırdı, vəsvəsə etdi və sonra Allah Teala onların hamısına müraciət edərək buyurur ki قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا. Hamınız oradan aşağı inin, yani cənnətdən aşağı inin. بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ. Bir-birinizə düşmən olaraq, yəni Adəmin zürriyyəti və İblisin zürriyyəti bir-birlərinə düşmən olaraq yerə inin. Və ilk növbədə bu ayədə biz görürük ki bizim bu dünyada İblis və onun zürriyyəti bizə düşməndir. Biz bunu unutmamalıyıq, heç kim bunu unutmamalıyıq. Bu dünyada elə yaşamamalıyıq ki, sanki düşmənimiz yoxdur. Və həmişə yadda saxlamalıyıq ki, bilməliyik ki, bizim düşmənimiz var, İblis və onun zürriyyəti və bu düşmən ta biz Allah Teala bizim canımızı alana kadar bizimle mübarizə aparır və onun da məqsədi nədir? Necə ki, İblis özü başqa bir ayədə Allah Teala buyurur ki, İblis dedi ki, sənin izzətinə and olsun ki, mən onların əksəriyyətini, mən onları azdıracağım, sənin yolundan azdıracağım və sən onların əksəriyyətini hak yolunda görməyəcəksən. Yalnız sənin seçilmiş ixlaslı bəndələr olacaq. Bu ayda ilk növbədə biz bunu unutmamalıyıq. Və lakin Allah Teala bildirdi ki bizə İblis və onun zürriyyəti bizim düşmənimizdir. Yəni Allah'ın bizə, insanlara olan mərhəmətidir ki Allah Teala bizə bu düşmənə qarşı yardım edir. Yəni bizi başlı başına bırakmadı. Bizə neynədir Allah Teala yardım etdi və nə ilə? Peyğəmbərlər göndərməklə, bizim aramızdan Peyğəmbərlər seçib göndərməklə, kitablar nazil etməklə bizə yardım etdi. Və sonra Allah Teala nə deyir? فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى. Allah Teala buyurur ki, mən tərəfdən sizə doğru yol göstəricisi, doğru yola hidayət edən peyğəmbərlər və doğru din gəldikdə kim mənim doğru yol göstəricimə, yəni peyğəmbərimə tabi olarsa fələ yadillu və lə yəşqa, azmaz və həmçində bədbəxt olmaz. Və bu nə deməkdir? Yəni bu dünyada xoşbəxtlik, yəni azmaz nə deməkdir? Yəni doğru yol olar. Bədbəxt olmaz, bunun əksi nədir? Yəni xoşbəxt olar.
Və bu ayədə Allah Taala bizə göstərir ki, xoşbəxtliyin əsası nədir? Xoşbəxtliyin əsası Allahın dininə tabe olmaqdır. Budur xoşbəxtlik. Xoşbəxtlik bundadır. Kim xoşbəxtliyi başqa bir şeydə axtararsa, xoşbəxtliyi tapa bilməyəcək. Əksinə vaxtı gedəcək, vaxtını itirəcək, əksinə azacaq, bədbəxt olacaq və s. Xoşbəxtlik nədədir? Allahın dininə tabe olmaqdadır. Xoşbəxtlik imandadır. Və xoşbəxtliyi hər bir cür anlayır, hər bir insan bir cür anlayır. Bəzi insanlar fikirləşir ki, xoşbəxtlik mal-dövlət artırmaqdadır. Bəzi insanlar fikirləşir ki, xoşbəxtlik ad-sandadır, şöhrətdədir, vəzifədədir və s. Bəziləri elə düşünür ki, xoşbəxtlik əyləncə və s. bu kimi şeylərdədir. Hətta bəziləri xoşbəxtliyi onu bədbəxt edəcək əməllərdə axtarırlar. Onu bədbəxt edəcək, onu həlak edəcək əməllərdə öz xoşbəxtliklərini axtarırlar. Məsələn, içki və s. narkotik kimi demək, pis əməllərə, günah işlərə qurşananlar kimi. Və Allah Taala bizə bildirir ki, xoşbəxtlik nədədir? İmandadır, dinə tabe olmaqdadır. Nə üçün? Çünki Allahın dininə tabe olan insan qəlb rahatçılığı tapır. Qəlbi rahat olan daim. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, bir müminin işi necə də qəribədir. Həqiqətən onun hər bu dünyada başına gələn hər bir şeydə onun üçün xeyir var. Və əgər başına bir xeyir bir iş gələrsə, bir sevinç baş verərsə həyatında şükür edər və bu onun üçün xeyirli olar. Və əgər başına bir müsibət gələrsə, səbr edər və bu da onun üçün xeyirli olar. Ona görə də müminin halı bu dünyada necə ki alimlər qeyd edirlər, 3 haldan biridir. Ya başına bir xeyir bir iş gəlir, ona görə Allah'a şükür edir və bu onun üçün xeyirli olur və şükür etsə həmçinin neymət artır. Necə ki Allah Taala buyurur: "Və in təəzzənə rabbukum la'in şəkertum la'zidənnakum." Rəbbiniz buyurdu ki, əgər şükür etsəz, sizə olan neymətini artıraram. Ya başına sevinç iş gəlir, şükür edir, ya başına bir müsibət gəlir, səbr edir və bu da onun üçün xeyirli olur, ya da ki, günah edir, tövbə edir, istiğfar edir, daha dərhal istiğfar edir. Yəni, müminin halı bu 3 haldan biridir. Ya başına bir xeyir iş gəlir, yəni bir xeyir gəlir ona, şükür edir, müsibət gəlir, səbr edir ya da günah edir, tövbə edir. Və necə ki, İbn Teymiyyə belə bir sözü var, deyir, dünyada bir cənnət var. Kim bu cənnətə girməsə, qiyamət günü cənnətə girməyəcək. Qiyamət günü olan cənnətə girməyəcək. Bu dünyada bir cənnət var. Ora girməyən qiyamət günü cənnətə girməyəcək. Və bu cənnət də nədir? İman. İmanın ləzzəti, imanın şirinliyi və kim bu dünyada imanın şirinliyini, imanın ləzzətini dadmasa, qiyamət günü cənnətə girməyəcək. Və bu dünyada insanların xoşbəxtliyi də məhz onların iman gətirməklərindən asılıdır. İmanı kamil olan insan xoşbəxtliyi də kamil olur. Və insanın imandan olan payına görə xoşbəxtlikdən də bir payı var. Və imanla xoşbəxtlik bir-biri ilə əlaqədədir. Əgər iman yoxdursa, xoşbəxtlik də yoxdur. Və günah işlərində davam edən bir insan bu günahlardan aldığı ləzzətlə iman gətirmiş bir insanın Allaha itaətlə, Allaha ibadətlə aldığı ləzzət heç vaxt müqayisə olunan deyil. Çünki günah işlərdən gələn o insanın aldığı ləzzət müvəqqətidir, keçicidir. Və bu ləzzətdən sonra insana nə qalır? Qalır ar
həmçinin əzab və həmçinin də sıxıntı. Amma Allaha itaətlə qəlbi mutmain olan, rahat olan, qəlbi geniş olan insan isə həmişə xoşbəxtdir. Və sonra Allah Teala buyurur ki: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا. Kim mənim zikrimdən üz döndərərsə, yəni mənə itaətdən üz döndərərsə, onun üçün dünyada sıxıcı bir həyat var. Məişətən dankə. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Biz onu qiyamət günü cəhənnəmə kör olaraq apararıq. Yəni qiyamət günü diriləndə gözü görəcək, lakin cəhənnəmə aparılanda kör olacaq. Necə ki, Allah başqa bir İsra surəsində buyurur ki, həmin gün biz onları, yəni iman gətirməyən kafirləri kör, kar və mal olaraq cəhənnəmə aparacaq. Və həmin insan deyəcək ki, niyə görə kör? Niyə görə kör? Çünki bu dünyada Allahın ona göndərdiyi dinə özünü görməməzliyə vurur. Allahın ayətlərinə nəzər yetirmədi, düşünmədi. Və Allah Teala da, necə ki, alimlər qeyd edir, cəza əməlin öz cinsindən, öz növündən olur. Necə ki, sən bu dünyada, ey Allaha iman gətirməyən bəndə, Allahın ayələrinə qarşı kör oldun, özünü görməməzliyə qoydun, dinləmədin, iman gətirmədin, eləcə də Allah Teala qiyamət günü cəhənnəmə onu kör olaraq aparacaq. Və o deyəcək ki, قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا. Ey Rəbbim, məni niyə görə kör olaraq cəhənnəmə aparırsan? Axı, mən bu dünyada görürdüm. Və Allah Teala ona deyəcək ki, قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا. Çünki bizim ayələrimiz sənə gələndə sən onları unuttun, onun özünü görməməzliyə vurdun, eşitmədin, axtarmadın, araşdırmadın. وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَى. Və bu gündə beləcə unudulacaqsan. وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى. Və sonra Allah buyurur ki, biz həddi aşan və ayələrimizə iman gətirməyənləri beləcə cəzalandırırıq. Yəni, həm bu dünyada sıxıntı ilə, sıxıntı və can sıxıcı bir həyatla və qiyamət günü isə əzabla وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ. Ahirət əzabı isə daha şiddətlidir وَأَبْقَى və daha qalıcıdır və daha əbədidir. Bu qədər qardaşlar, Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşini faydalanlardan etsin. Allah Teala bizi iman üzərində yaşadıq, iman üzərində ölməyi nəsib etsin bizə. Və Allah Teala Türkiyədə zəlzələdən əziyyət çəkən bacı və qardaşlarımıza yardım etsin. Allah Teala ölənlərə rəhmət eləsin, günahları bağışlasın və yaralılara şəfa versin, səbir versin ölənlərin ailələrinə. Bu qədər və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.